Elə mahnılar var ki, dillər əzbəridir. Amma onun kimə həsr olunmasından xəbərsizik. Bugün sizlərə sözləri Rüfət Əhmədzadəyə, musiqisi dahi bəstəkar Emin Sabitoğluna məxsus, xalq artisti Zeynəb Xanlarovanın ifası ilə məşhurlaşan Esmira mahnısı haqqında danışacağım. Mahnı, Esmira'nın bu yolda yaşadığı duyğuların, sevinç və kədəri anlarının incə bir ifadəsidir. Bu mahnı bütün insanlara, xüsusən də fiziki məhdudiyyətlərlə qarşılaşanlara ümid və ilham vermək məqsəd daşıyır. Bu mahnı ötən əsr Qəbələnin Nic kəndində yaşamış milliyyətcə udi olan Qanqalovlar ailəsinin üzvü Esmira Qanqalovaya həsr olunub. Esmira fiziki məhdudiyyətli olub və bu səbəbdən ömrünün 20 ildən çoxunu dəmir çarpayıda keçirib. O, 1974-cü ildə Azərbaycan Gəncləri qəzetinə yazdığı həssas məktubla tanınıb. Esmira Sözgedən qəzetdə dərc olunan məktubunda yazırdı. Hörmətli redaksiya, 20 ilə yaxındır ki, dəmir çarpayının dustağıyam. Bəli, ayağım tutulub, xəstəyəm. Mən bunun üçün kimsədən şikayətlənmirəm. Xeyrixah, bacarıqlı həkimlər məni müalicə etmək üçün çox əziyyət çəkiblər. Ancaq mümkün olmayıb. Vəssalam. Mən bunları yazmaqla ruhdan düşdüyümü bildirmirəm. Kimsə kövlətmək, kimdənsə imdad diləmək fikrində deyiləm. Sadəcə olaraq yazı vasitəsilə, redaksiya ilə, oxucularla, necə deyərlər, dərdləşmək, söhbət etmək niyyətindəyəm. Axı, əsas həmdəmim kitabdır, mətbuatdır. Mən dəmir çarpayda ancaq bunlar vasitəsilə qiyabi səyahətə çıxıram. Müxtəlif xarakterli adamlarla görüşürəm. Yeniliklərlə tanış oluram. Bu yaxınlarda Azərbaycan Gəncləri qəzetində dərc olunmuş Mərdlik dərsi adlı məqalə məni çox sevindirdi. Orada yazılmışdı ki, köməyə ehtiyacı olan adamlara qayğı göstərmək gənclərimizin borcudur. Deyirəm, bəlkə bunu nəzərə alıb qəzetdə ünvanımı verəsiniz. Gənclər mənə məktub yazarlar, kitab göndərərlər. Belə olsa, mən hamıya minnətdarlığımı bildirərəm. Əlil qadının təsirli məktubu həmin ilin noyabrın 14-də Sözgedən qəzetdə Dəmir çarpayıdan məktub başlığı ilə dərc olunur. Bundan sonra Esmira'nın ünvanına Respublikanın müxtəlif yerlərindən, o cümlədən Ağdam, Laçın, Xankəndi, Xocalıdan məktublar göndərilir. Namələrdə qadına dəstəklərini ifadə edirlər. Esmira'ya dəstək olanlardan biri də mərhum xalq artisti Arif Quliyev olub. Mərhum aktyor hələ o zaman Esmira'ya imzalı kitabını göndərib. Qeyd edim ki, Esmira'nın da üzvü olduğu Qanqalovlar ailəsinə məxsus olan ev Azərbaycan Udi Ocağı Tarixi Etnografik Park Muzeyinin həyətindədir. Sənin lalə yanağın görüb üzüdə ay Esmira, sənin yox bərabərin heç bir